Sabahınız xeyir olsun değerli izleyiciler. Her dəfə olduğu kimi verdiyi proqnozlarla ölkənin gündəmini zəbt edən bir nömrəli ekstrasens Nadim Aylıxanov bu dəfə də sizləri şoka salacaq proqnoz veribdi. Bəli, mən nəyə görə bir nömrəli dedim? Çünki etiraf edək ki, Nadim Aylıxanovun verdiyi proqnozlar izləyicilər tərəfindən sevilərək izlənilir. Ətraflı videoda. Buyurun, izləyin. Bir şey qabaqcadan biləndə qabağa nisbətən almaq mümkün olur bəzi şeylər üçün. Ona görə əziz dostlar, proqnoz verən insanlarda ən güclü, ən çox hər hansı bir hadisə, falan bir şeylər baş verəndə sizlərin marağında olur ki, bəli, biz bilsəydik qabağa alardıq. Amma toy falan bu kimi şeylər bilsəydi toya getməzdi diye bir şey yoktu ki. Yani əsasən də toy, xeyir işlər hər kəs üçün xeyirlidir. Onu deməyə çalışıram ki, zəlzələ olacaq deyə aprel ay, may aylarında proqnoz verənlər görürəm və qabağa zəlzələ barədə aprel ayında Azərbaycanda zəlzələ, dağıdıcı zəlzələ 7-dən çox 8 civarında belə adamların proqnozları çıxır. Yəni əziz gözəl dostlar, onu deməyə çalışıram ki, bu kimi adamlara məncə inanma. Çünki bu aprel-may ayında dağıdıcı bir qorxu olan zəlzələ olsaydı mən də onu hiss edərdim. Amma bu il sellərin ili adlandırmışdım. Bu il və bundan sonraki illər daha çox böyük, yenə də böyük sellər bizi gözlənilir və habelə zəlzələ də olacağından əvvəl mən sizə qabaqcadan xəbər edəcəm. Hardasa 1-2-3 ay, 4 ay qalmış. Mən təxminən az qalıb deyə eləyəcəm. Amma az zəlzələyə qarıb nə az? Aylar, il yarım, 2 il belə şey var. Amma bu yaxın 2-3 ayda deyil. Onu deyənlər üçün mən qorxu olanlar üçün deyirəm. Zəlzələ hansı vaxtında olacaq? Dünyanın bir neçə ölkələrində ardıcıl şəkildə bir çox ölkələrində zəlzələlər başlanacaq. O zamanından sonra Azərbaycanda da bu baş verəcək. Bəli, Azərbaycanda böyük zəlzələ olacaq. 7, 8, 9 civarında, amma başqa ölkələrdə bunu olub baş verəndən sonra. O başqa ölkələrdə bu baş verəndə bir çoxları gəlib hər gün bu barədə danışanlar, yeni olacaq proqnoz, tarix qoyanlar, ancaq o tarix bir Allah bilir, bir də bizim kimi güclü hisslərə malik olanlar. Bir də özümüzü sınayarıq, olmasın, amma hal-hazırda aprel-may aylarında büyük dağıdıcı, yeraltı təkanlar hər zaman olur, büyük dağıdıcı, heç vaxt olmadığı, bizim görmədiyi bir zəlzələ hələ ki bu yaxın dönəmdə deyil. Amma o zəlzələ yaxın dönəm gələndə ancaq onu mənim dediyi tarixdə olacaq. Niyə? Çünki mən doğru hiss edirəm, doğru hisslərə malikəm, buna əminəm. Ona görə də bu aprel-may ayında olacaq olan zəlzələ verəcək olan xəbərlərə inanmamağa çağırıram. Çünki elə bir şey hiss etmirəm. Dağıdıcı zəlzələ Azərbaycan üçün. Amma başqa bölgələrdə zəlzələlər olanda tutuq quşu kimi çıxanlar olacaq ki, ay bugün, ay sabah, təbii ki, kiminsə dediyin təsadüfən düz gələ bilər. Amma mən o vaxtında yenə də sizə doğru zaman deyəcəm. Son 2-3 il hər an büyük zəlzələ olacaq deyə proqnozlarım var. Onu təkrar edirəm. O hər an dediyi söz bu yaxın müddətə aid deyil. Bundan əvvəl olmalıydı və bundan sonra olacaq, amma bu aprel-may ayı deyil. Yəni onu deməyə çalışıram ki, mən də neçə dəfələrlə ildi, aylardı zəlzələ barədə büyük dağıdıcı sizlərə proqnozlar həmişə vermişəm və təkrar edirəm. Bəli, Azərbaycan üçün və dünya üçün ardıcıl, görmədiyiniz qədər nə tərki böyük sellər olubsa, o dərəcədə böyük dağıdıcı zəlzələlər olacaq, amma aprel-may üçün, ay üçün deyil bunlar. Bəzi aprel-may üçün o proqnoz verənləri mən təqzib edirəm. Amma aprel-may ayından sonraki dönəm üçün 1 il yarım, 5 ay, 3 ay deyəmirəm, hər an bəli, çox böyük dağıdıcı zəlzələ olacaq. O yaxınlaşanda mən sizlərə deyəcəm. Yenə də zəlzələdən özünüzü qorumaq üçün dağıdıcı yerlərdə evləri olan, sürüşməyə meyli olan, böyük hündür novastroykalarda olan insanlar təbii ki, alçaq evlərə keçməyə
məsləhət edirəm. Alçaq evlərdən danışar kimi çayların qırağında, çuxurlarda da təbii ki, yanında da yaşamağa məsləhət vermirəm. O barədə də mən sizə proqnoz vermişdim. Hal-hazırda sellərin dönəmidir, amma ardınca da zəlzələlərin dönəmi də gələcək. Allah sizləri qorusun. Deyirəm ki, özünüzü qorumağa yollar axtarasınız. Ha belə də radiasiyadan özünüzü qorumağa yolları axtarın və bu İran Savaş futbol turnuvası olan müddətdə biraz yavaşlatdırsa da avqust ayında sonra bizim bölgəmiz, yəni bölgədə istəyəndə İran, yəni əsas Azərbaycan üçün də bir təhlükə yarada bilər. O zamanında da mən yaxınlaşanda sizə deyəcəm. Bəli, Azərbaycan üçün hələ ki qorxma, belə bir problem olmayacağı demişdim proqnozda. Hansı ki İran savaşdan əvvəl və başlayanda da qorxma demişdim. Yenə də indi deyirəm, hələ ki qorxma. Amma bu həmişə qorxma demək deyil. Avqust ayından sonra 2027-28-ci il bu İran savaşının davam etməsi bizim üçün də yaxşı şeylər vəd etmir. Allah sizi qorusun, sağ olun. Əziz ekstrasenslər, bioenergetiklər və parapsixoloqlar, əgər siz də öz istedadınıza güvənirsinizsə, elə vaxt itirmədən bizim verilişimizə müraciət edə bilərsiniz. Verilişimizin qonağı ola bilərsiniz, öz istedadınızı izləyicilərimizə nümayiş etdirə bilərsiniz. Odur ki, vaxt itirmədən buyurun, əlaqə saxlayın, siz də qonağımız olun.